Hər vaxtınız xeyir olsun. Bu günləri bildiyimiz kimi ibtidai MİQ imtahanı olmuşdur və bəzi müəllimlərin, yəni ifadə etdiyi bir neçə suala baxacağıq. Hansı ki, ola bilər sualda texniki yanlışlıq olsun, amma yəni müəllimlərin dili ilə verilmiş sualları tərtib etməyə çalışmışıq ki, bu yönümdə sual düşübmüş. Baxaq suala. Kater çayın axını ilə 51 kilometr yolu 3 saata getdi. Çayın axma sürəti 2 kilometr bölünsün saatdır. Kater çayın axınına qarşı 2 saata neçə kilometr yol gedir? Baxın, kater axın ilə gedirsə, kater axın ilə 51 kilometri 3 saata gedirsə, mən nəyi tapacam? Tapıram ki, 51 bölünsün 3, yəni 17 kilometr bölünsün saat, bu axın ilə 1 saata getdiyi yoldur. Və çayın axma sürəti isə 2 kilometr. Yəni ki, hər 17 kilometr getdiyində 2 saat deməli çay katerə kömək etmiş olur. Bizdən nəyi soruşur? Kater çayın axınına qarşı. Axınına qarşı deyəndə nə başa düşür? Təbii ki, çayın əksinə olan sürəti nəzərdə tutur. Düzdür? Bunda da biz birinci tapırıq 17 çıxılsın 2. Baxın, tapdıq nəyi? Katerin öz sürətini. Deməli, katerin öz sürəti 15 kilometr bölünsün saatdır. 1 saatda getdiyi məsafə. Bu isə əksinə, yəni hər 15 kilometr gedəndə katerə əks, belə deyək, imkan vermir də, loru dildə desək, çayın axma sürəti katerin əksinə çıxır və həmin 15-dən də bu onun əksinə olan kilometri çıxacam ki, bu da edir 13. 13 nəyi tapdım? 13 tapdım ki, kater çayın əksinə getdiyi sürətdir. Bizdən nəyi soruşur? Kater çayın axınına qarşı 2 saat. Deməli, 1 saatda 13 kilometr gedirsə, 2 saatda nə qədər getdiyini tapmaq üçün 13'ü vururam 2-yə, bu da eləyir 26 kilometr. Deməli, 2 saatda çayın əksinə qarşı, yəni gedən məsafə 26 kilometr olmuş oldu. Güman eləyirəm ki, düz yəni qeyd edilib sualın tərtibi, yəni çalışmışıq ki, bunu tərtib edək. 4-cü suala baxaq, yəni şərti olaraq 4-cü deyirəm. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 olan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın soruşur bizdən. Baxaq, bu tipli sualları biz necə tapırdıq? Əslində düstur var idi ki, biz bunu düsturla tapırdıq, amma hər ehtimalı yenə də tapırıq. Deməli, 80-in 80 olan yuvarlaqlaşdırdıqda, deməli, bunu nə olub? Onluqları təkliklərə qədər yuvarlaqlaşdırılıb. Bunu yuvarlaqlaşdırıb ən böyüyü tapmaq üçün neynəməliyik? Ən böyüyü tapmaq üçün 80-dən mən 80-in üstünə 4'ü gəlməliyəm ki, ən böyüyü tapam. 84. Deməli, 84 ən böyük yuvarlaqlaşdırıqda 80 alınan ədəddir. Bəs ən kiçiyini tapmaq üçün 80-dən 5'i çıxıram. Bu da edir 75. Ən kiçik 75, ən böyük 84'dür. Bunların cəmini soruşur. Bunun da cəmi deməli 9, 8-dən də 7, 15. 159 etmiş olur. 159. Aha. Keçdik növbəti suala. Bir müəssisədə 8 usta və 6 fəhlə çalışır. Ustaların orta aylıq əmək haqqı 460 manatdır. Bütün işçilərin orta aylıq əmək haqqı isə 470 manatdır. Fəhlələrin orta aylıq əmək haqqı neçə manatdır? Baxın, bunu tapmaq üçün biz deməli, orta statistikanı tapmaq üçün, yəni ki, ədədi ortanı, daha doğrusu, ədədi orta qaydasını bilərək bunu rahat tapa bilərik. Deməli, nə deyir bizdən? Bütün işçilərin orta əmək haqqı əslində nə qədərdir? 470'dir və üzr istəyirəm, ustaların orta əmək haqqı nə qədərdir? Deməli, mən birinci ustalara nə qədər xərclənir pul, yəni onların ümumi məbləğini tapacağam. Bunu tapmaq üçün nə etmək lazımdır? Bilirəm ki, ədədi ortanı saya vurmalıyam ki, sayda 8'i, 8'i vurmalıyam ki, mən onlara nə qədər pul xərcləndiyini belə deyək, ümumi məbləği tapın. Bu da edir 3680. 3680 manat edir. Aha, sonra deyir ki, baxın 3680 ustaların ümumi 8 ustaya verilən ümumi məbləğdir. Bütün işçilərin orta əmək haqqı isə 470'dir. Bütün işçilər dedikdə nə nəzərdə tutulur? Həmi fəhlələr, həm də ustalar. Fəhlə və ustaların sayı 6'ın üstünə 8 təbii ki 14 etmiş olur, düzdür? 14'ü də vururam bütün deməli
yəni ədədi ortasına, hansı ki 470 edir, düzdür? 14-ü də 470-ə vuranda siz kalkulyatorla yəni istifadə edə bilərsiniz. 6580 etmiş olur. Və fəhlələrin orta əmək haqqı, hansı ki fəhlələrin, bax 6 fəhlənin orta əmək haqqı bizə lazımdır. Bunu da necə taparam? 6580-dən çıxıram. 3680-i bu da edir 2900. Aha, 2900 edir. Və 2900 nəyi tapdım? 6 fəhliyə verilən ümumi məbləği. Və bunun orta əmək haqqını çıxarmaq üçün necə eləməliyəm? Yəni ədədi ortasını necə tapmalıyam? Təbii ki 2900-ü də bölməliyəm 6 nəfər arasında. Yəni ki ədədi ortasına belə deyək saya. Bunu da böləndə düşür 483 tam, yəni 33. Ola bilər, yəni bu tam rəqəmlər uyğun gəlməsin, amma verilən rəqəmlər hər halda bunu, yəni biz belə deyək, müəllimlərin ifadə etdiyi fikirlərdən yəni düzmüşük, belə deyək, düzəltmişik bu məsələni. Güman eləyirəm ki, yəni ola bilər rəqəmlərdə səhv ola bilər. Amma biz 483 tam onda 1000-də daha doğrusu 33 almış oluruq. 3 yəni belə yuvarlaqlaşmış ədəd gedir. Yəni bu alınan məsələnin say baxımından yenə də deyirəm, dəqiq olmaya bilər ədədlər, rəqəmlər, amma belə deyək, proqram olaraq bu tipli suallar düşmüşdür deyə fikirləşirik. Bura qədər növbəti izahlara qədər.